Bir şirkət sistem qurdu. Sistemin yazılması üçün də mütəmadi olaraq çalışması üçün nümayəndələrini orada yerləşdirdi. Sistem qurulanda sistem olaraq qalmır. Bu mütəmadi olaraq yenilənməlidir, update olmalıdır. Yeni əməkdaşlar gəlir falan 5 məqam. Deyim ki, əgər ortada bir nə bilim bir kiçik dəyər götürsək, 1000 manatlıq bir layihədə 300 manat deyim ki, yinti pay varsa və bu sistemin qurulmasında mütəmadi olaraq sistemin təzələnməsi, qurulması, əməkdaşın sərf olunması, əməkdaşın işləməsi əslində sahibkar məncə 300 manatından keçər. Çünki o sistemi yazar. Çünki sistemin vaxtı daha uzun gedər. Çünki əməkdaşının pul itirməsi daha qısa görsənə bilər onun üçün. Bu sahibkarların bir çoxun düşündüyü mövzu bu ola bilər ki, itki rəqəmi məni narahat eləmir. Amma elə bir an gələ bilər ki, o itki demiş olduğu rəqəmlər o şəxsləri gücləndirər və onlara rəqib olar.